Salam dəyərli altıncılar. Ədəbiyyatda fantastika bölməsi üzrə tapşırıqların izahına başlayırıq. Siz də kanalımızı bəyənirsiniz və bizə dəstək olursunuz. İlk tapşırığımıza deyir ki, oxuduğunuz nağılları, elmi və fantastik əsərləri xatırlayın. Onlara istinad eləməklə aşağıdakı fikirlərin sehrli nağıllara yoxsa elmi fantastikaya aid olduğunu müəyyənləşdirək. Verilən fikir belədir. Qeyri-real hadisələr təsvir olunur və müəllif oxucunu onların mümkünlüyünə inandırmağa çalışır. Biz məlumatlıyıq ki, belə deyək də, yəni sizlər məlumatlısınız ki, siz ibtidai siniflərdə, aşağı siniflərdən artıq sehrli nağıllar və elmi fantastika mövzusunda əsərlərlə, yəni bağlı əsərlərlə siz tanışsınız və onların xüsusiyyətləri ilə bağlı sizdə müəyyən məlumatlar var, bilgilər var. Və biz belə deyək də, həm nağıllarda, həm də elmi fantastik əsərlərdə qeyri-real hadisələr təsvir olunur. Lakin nağıldan fərqli olaraq elmi fantastik əsərlərdə bunlar elmə əsaslanan və onun inkişafı ilə həyata keçə biləcək hadisələr olur. Nağıllarda da məsələn biz qeyri-real hadisələri, möcüzələr, yəni möcüzələrlə bağlı təsvirlər görürük. Dinləyiciyə, oxucuya onunla bağlı isə heç bir izah verilmir. Elmi fantastik əsərdə isə müəllif nə edir? Elm və texnikanın müasir imkanlarından və gələcək inkişafından çıxış edərək oxucuları onların mümkünlüyünə inandırmağa çalışır. B tapşırığımıza deyir ki, aşağıdakı cədvələ baxın və sübut edin ki, elmi fantastik əsərlərdə təsvir olunan varlıq və hadisələr müəyyən zaman keçəndən sonra gerçəkləşə bilər, yəni reallaşa bilər. Qeyddə verib ki, məşhur fransız yazıçısı Jules Verne 19-cu əsrdə yaşayıb yaratmışdır. Onun elmi fantastik əsərləri bu gün də uşaqlar tərəfindən həvəslə oxunur. Bu gün də. Demək, yaradıcılığı 19-cu əsrdə, amma onun elmi fantastik əsərləri bu gün də oxucular tərəfindən həvəslə oxunur və fikir verib ki, elmi fantastik əsərlərdə təsvir olunan varlıq və hadisələr müəyyən zaman keçəndən sonra reallaşa bilər. Məsələn, burada verib ki, Jules Verne Aya Səyahət əsəri 1865-ci ildə yazılıb və burada nə var? Təsvir olunan gələcəklə bağlı bir əsərdə təsvir olunan məqam nədir? Fantastik hadisə odur ki, qəhrəmanlar Aya səyahət edir. İkinci əsərdə yəni verilib Jules Verne'in 20 min liu su altı ilə 20 min liu su altı ilə 1870-ci ildə yazılıb və burada təsvir olunan fantastik hadisə odur ki, Kapitan Nemo'nun yaratdığı gəmi su altı ilə böyük sürətlə hərəkət edir. Və 3-də verib ki, Karpat qəsri 1892-ci ildə yazıb və bu romanda obrazlar canlı görüntüləri, səsləri bir otaqdan digərinə ötürmək üçün xüsusi cihazdan istifadə edirlər. İndi isə burada bir şey var. Bizə məlum olur ki, Jules Verne 19-cu əsrin məşhur fransız yazıcısıdır və Jules Verne'in belə deyək, elmi fantastik əsərlərində irəli sürdüyü bir çox ideyalar, yəni bir çox ideyalar, fikirlər zaman keçəndən sonra real həyatda da reallaşıb. Məsələn, burada verib ki, təsvir olunan hadisə odur ki, verib birinci əsərdə qəhrəmanların Aya səyahəti və həqiqətən də Aya səyahət 1969-cu ildə reallaşıb. Yəni demək, əsərdə bu verilib bu haqda məlumat, amma belə deyək də, bir əsr sonra isə real həyatda da nə olub? Öz əksini tapıb. 1969-cu ildə məsələn Armstrong və Aldrin ilk dəfə ay səthinə ayaq basıblar. İkinci əsərdə isə sualtı böyük sürət, belə bir şey verilib də, gəminin sualtı ilə böyük sürətə hərəkəti verilib. Həqiqətən də ilk sualtı gəmilər 1914-cü ildə hazırlanıb Almaniyada. Bu da haçansa nə olub? Öz reallığını əks etdirib tapılıb. Yəni belə deyək ki, həyata keçmiş olub. 3-də deyir ki, biraz canlı görüntü ilə danışmaq, bir otaqdan digərinə ötürmək. Və həqiqətən də müasir dövrdə, yəni elmin, texnologiyanın inkişafı ilə bağlı olaraq artıq uzaq məsafələrlə biz nə edirik? Müxtəlif proqramlar vasitəsilə görüntülü danışırıq. Demək, bu da real həyatda öz əksini tapmış olub, yəni nə vaxtsa reallaşıb. Balıqlar məməlilərdən nə ilə fərqlənirlər? Sadə cavabını biz belə verə bilərik ki, balıqlar kürü tökməklə çoxalır, məməlilər isə diri bala doğmaqla çoxalır. Doğrudurmu? Bəs nə üçün insan su altında uzun müddət qala bilmir? Belə deyək də, məsələn, biz qeyd elədik ki, balıqlar kürü tökməklə çoxalır, məməlilər diri bala doğmaqla. Demək, balıqlar kürü tökməklə, məməlilər
isə nə etməklə? Bala doğmaqla çoxalırlar. İkinci məqam odur ki, məməlilər ağciyərləri ilə nəfəs alırlar. Ağciyərlə. Amma balıqlar isə qəlsəmə ilə nəfəs alırlar. Doğrudurmu? Bunlar fərqlərdir. Bəs insan niyə suyun altında çox uzun müddət qala bilmir? Çünki belə deyək də, tənəffüs zamanı balıq suyu ağzına yığır. Və bu su da qəlsəmələrdən keçərəkən oksigen sudan qana daxil olur və qandan da karbon qazı ifraz olunur. İnsanın su altında uzun müddət qala bilməsi üçün gəlir onun qəlsəməsi olsun da, belə düşünək də. Ya da əksin deyək, insanın su altında uzun müddət qala bilməməsinin səbəbi onun ağciyərlərlə nəfəs almasıdır. Əgər qəlsəmə ilə nəfəs alsaydı, uzun müddət su altında qala bilərdi. Keçirik növbəti C tapşırığına. Hansı canlılar amfibiya adlandırılır? Bunu yadda saxlayın, əziz şagirdlər. Yəni, həm suda, həm də quruda yaşayan canlılara deyirlər amfibiya. Amfibiya. Və təbiət fənnindən də əldə etdik bilgilərə əsasən şəkildə verilmiş canlıları birləşdirən ümumi xüsusiyyətlərə baxırıq. Məsələn, bunların yaşayış tərzlərinə baxa bilərik də. Yəni, yaşayış tərzi. Məsələn, bu canlılar, belə deyək, suda, yaşayış tərzi nədir? Suda, quruda yaşayırlar. Bədən örtüyü nədir? Pulcuqları yoxdur. Dəriləri nəmlidir. Dəriləri nəmlidir. Sonra, tənəffüs sistemi, biraz əvvəl dedik bunu. Demək, həm tənəffüs sistemini də burada ayrıca yazmıram. Demək, bunlar həm qəlsəmə ilə nəfəs ala bilərlər, həm də ağciyərlərlə nəfəs ala bilərlər. Sonra, növbəti, bədən temperaturda yaşadığı, yəni belə deyək ki, ətraf mühitə görə, yəni ətraf mühitdən asılıdır. Temperatur yaşadığı mühitdən asılıdır. Biz nəticəyə gəlirik ki, demək ki, balıqlar və sürünənlərin fərqli cəhətləri var. Balıqlar suda yaşaya bilmələrlə fərqlənir. Ağciyərlərlə tənəffüs etmək isə sürünənlərə məxsus xüsusiyyətdir. Keçirik dinləmə mətninə və dinləyirsiniz və dinləmə mətnində hansı sualın cavabı yoxdur, siz müəyyənləşdirəcəksiniz. Dinləmə mətninə qulaq asırıq. Amfibiya adam. Adam lap dəli olar, deyə Meduza gəmisinin sahibi Pedro Zurita başına kuzədən su tökə-tökə deyinirdi. Əlləri qurbağa əlinə oxşuyurdu. Tünd yaşıldı. İspanca da danışa bilir. Onu hamımız gördük. Buna şək şübhə yoxdur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. Deməli, amfibiya adam mövcuddur. Əgər onu tutub mirvari yığmağa məcbur etmək mümkün olsaydı, Argentinanın ən varlı adamına çevrilərdim. Zurita kiçik bir heyətlə axtarışlara başlayır. Məlum olur ki, həmin məxluq dənizin dibində böyük bir mağarada yaşayır. Mağaranın sahibi isə tanınmış cərrah Doktor Salvatordur. Doktor Salvator insan üzərində cərrahi əməliyyatı aparmaqla ona həm suda, həm də quruda yaşaya bilmək imkanı verib. Ovçular amfibiya adamı ələ keçirmək üçün Krista adlı bir casus tuturlar. Krista Doktor Salvatorun etimadını qazanır. Doktor Salvator onu sualtı mağaraya aparıb amfibiya adamla, İxtiyandırla tanış edir və onu İxtiyandırın yanında qoyub bir həftəlik səfərə çıxır. Bu müddətdə Krista İxtiyandırı ələ almağa çalışır. Bir gün İxtiyandır suda boğulan bir qızı xilas etdiyini söylüyor və onu yenidən görmək üçün şəhərə getmək istədiyini bildirir. Krista bu fürsətdən yararlanıb onu şəhərə aparır. Ovçular İxtiyandırı ələ keçirirlər.
onu zəncirləyib dənizdə mirvari yığmağa məcbur edirlər. Onun varlığından bütün şəhər xəbər tutur. Nəticədə İxtiyandır və doktor Salvatoru həbsxanaya salırlar. Din xadimləri doktor Salvatoru təbiətin qanunlarına qarşı çıxmaqda ittiham edir. Cərrahiyyə əməliyyatı ilə gənci amfibiyaya çevirməsinin insanlığa qarşı cinayət olduğunu bildirirlər. Həmçinin heyvanlar üzərində qanunsuz olaraq təcrübə aparmaqda günahlandırırlar. Əziz şagirdlər, yəni mətnini dinləyə-dinləyə məlumat belə deyək ki, hər bir hadisə ilə bağlı, yəni A, B və D variantları ilə bağlı fikirlər səsləndikcə mən onları plus qoydum. Yəni burada C variantının cavabı mətndə verilməyib. Davam edirik. Sizcə insan orqanizmində hansı dəyişiklik etmək lazımdır ki, o da suda yaşaya bilsin, insan da suda yaşaya bilsin? Əlbəttə ki, nə etmək lazımdır? Bayaq toxunmuşduq. Yəni bu məsələyə insanın suda yaşaması üçün belə deyək, balıqlar suda niyə yaşaya bilirdi? Balıqlar suda ona görə yaşaya bilirdi ki, onlar qəlsəmə ilə nəfəs alırdı. İnsan ağciyərlə nəfəs alır. İnsanın da yəni suda yaşaya bilməsi üçün qəlsəməsi olmalıdır. Düzdür? Qəlsəmə də onun suyun altında nəfəs almasına imkan yaradır. Sonra baxırıq növbəti tapşırığa. Amfibiya adam əsərindən aşağıdakı parçanı oxuyun və cavabınızla müqayisə edin. Verib doktor Salvator ittihamları rədd edir. Bayaq qeyd olundu da onu həbs eləmişdilər. Və siz bunu dinləyəcəksiniz və öz cavablarınızla amfibiya adam əsərindən aşağıdakı parçanı oxuyun və cavabınıza müqayisə edin. Bu hissəni siz oxuyacaqsınız və burada nə deyir? Demək, bir dəqiqə. Yəni belə deyək də, amfibiya adam əsərindən vermiş hissəni siz oxuyacaqsınız və oxuduqdan sonra insan orqanizminə dedik ki, hansı dəyişiklikləri etmək lazımdır ki, o suda yaşaya bilsin sualına. Verdiyiniz cavabla mətnin məzmunu müqayisə edəcəksiniz. Məsələn, orada doktor Salvatorun İxtiyandır üzərində apardığı cərrahi dəyişikliklər var və onları müqayisə edəcəksiniz. Söz ehtiyatı deyir, ekspertiza və bir dənə verib, sözünün izahını oxuyun, izahını da verib, latınca düzgün qərara gələ bilmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanılması bu ekspertizadır. Bəs deyir ki, izahdan çıxış edərək ekspert sözünün mənasını müəyyənləşdirək. Ekspert nə olar? Düzgün qərara gəlmək üçün hər hansı bir məsələni öyrənən mütəxəssisə nə deyirlər? Ekspert deyilir. Düzgün qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssisə tərəfindən öyrənilməsi ekspertizadır. Amma onu öyrənən şəxsi nə deyirlər? Öyrənən mütəxəssis deyirlər, ekspert. Mətnə əsasən sözlərin izahı ilə bağlı uyğunluq. Burada verib prokuror, ittiham, məhkəmə və müttəhim sözlərimizə təqdim edib. Baxaq bu sözlərin mənalarına. Burada məhkəmədə ittiham edilən adama nə deyirlər? İttiham edilən adam olacaq müttəhim. Düzdürmü? Müttəhim. Sonra cinayət əməlində şübhəli bilinən şəxsə qarşı qaldırılan iddia kimisə nədə günahlandırmalı, ittihamdır. Cinayət işlərinə baxan dövlət qurumu yazılır. Dövlət qurumu, yəni dövlət idarəsi bu olsun məhkəmə və qanunların yerinə yetirilməsini nəzarət edən və qanunu pozanları məsuliyyətə cəlb edən şəxs yəqin ki, bu nədir? Prokuror qaldı. Prokuror. Aha. Bir xatırlama hissəsində verib ki, termin nədir? Müəyyən elm sahəsinə, ixtisas, peşə sahəsinə aid olan sözlərə nə deyirlər? Termin deyilir. Məsələn, sadə dillə desək, Azərbaycan dili elm sahəsidir, düzdür? Azərbaycan dili fənni özü bir elm sahəsidir. Burada hansı termin sözlər var? Məsələn, fonetika sözü var, leksika sözü var, isim sözü var, isim termini deyək, sifət termini var, düzdürmü? Və s. və ilə axır. Bu riyaziyyat fənnindən də belədir. Məsələn, riyaziyyatda nə deyirsiniz? Tənlik deyirsiniz,
düzdür, toplama, çıxma, vurma, bölmə və s. Demək, hər bir elm sahəsinə aid olan sözlər nə adlanır? Demək, termin adlanır. İzahı verilmiş sözlərin hansı peşə sahəsinə aid olduğunu müəyyənləşdirək. Demək, izaha verilmiş sözlərə baxırıq. Prokuror, ittiham, məhkəmə və müttəhim. Bunlar hamısını birləşdirən ortaq cəhət nədir? Bunlar hüquq sahəsinə aid terminlərdir. Mətndə işlənmiş terminlərin hansı elm sahələrinə aid olduğunu müəyyən edək. Baxaq. Pasiyent. Pasiyent nədir uşaqlar? Pasiyent tibbi yardım alan insandır. Həkimin yanına müalicəyə gəlmiş şəxsdir. Demək olar. Cərrahiyyə nədir? Xroniki və kəskin xəstəliklər diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olan tibb sahəsi bu cərrahiyyədir. Toxuma nədir? Toxuma biologiya fənninə aiddir. Bir-birlə bağlı olan orqanizmdə eyni vəzifələri icra edən eyni cinsli hüceyrələr qrupudur. Okean nədir? Coğrafi fənninə aid termindir. Yer kürəsinin materikləri, adaları əhatə edən bütöv su örtüyüdür. Bəzən bayaq pasiyent tibb sahəsinə aid termin idi. Cərrahiyyə də tibb sahəsinə termin idi. Digər ikisini demişəm. Vəzi nədir uşaqlar? Bu biologiya fənninə aiddir. İnsan və heyvanlarda bədənə lazım olan maddələri hazırlayan və qana ötürən, yaxud dışarıya, yəni çölə ifraz edən üzvdür. Bu da yəqin ki, biologiya fənninə aid termin oldu. Elə deyilmi? Qəlsəmə, bayaq balıqlarla bağlı, nəfəs almasıyla bağlı demişdik bunu. Su heyvanlarında xarici tənəffüs üzvüdür. Körfəz coğrafi aid termindir. Okeanın, dənizin, gölün, qurunun içinə soxulmuş hissəsinə deyirik. Bu nə oldu? Körfəz oldu. Sonra nə var burada? Axın da var. Axın nədir? Yəni coğrafiya termindir. Sürətlə axan su, iti cərəyan, güclü axın su, cərəyan da deyə bilərsiniz. Amfibiya nədir? Bu biologiya termin kimi vermək olar. Yəni həm quruda, həm də suda yaşayan canlılara nə deyirlər? Amfibiya deyilir. Heyvan və ya bitki də ola bilər. Və qabarmada yəqin coğrafiya bir termindir. Dəniz suyunun səviyyəsinin vaxtaşırı olaraq qalxması və ya enməsi nə deyilir? Qalxması və ya artması hadisəsi, bu da qabarmadır. Şəkildə verilmiş nəqliyyat hansı termin izah etməklə, məsələn, həmin terminləri izah elədik. Bu getdi. Şəkildə verilmiş, belə deyir, nəqliyyat vasitələrini hansı xüsusiyyətlərinə görə amfibiya adlandırırlar? Bu sözlər həqiqidir yoxsa məcazidir? Gəlin bunu müəyyənləşdirək. Burada verib amfibiya tank, amfibiya təyyarə, amfibiya avtomobil. Əslində biz nə dedik? Amfibiya həm quruda, həm də suda yaşayan canlıdır. Heyvan və ya bitki deməkdir. Şəkildə verilmiş nəqliyyat vasitələri də quruda və suda hərəkət edə bilmə xüsusiyyətinə görə amfibiya adlandırılıb. Amma burada amfibiya tank, amfibiya təyyarə və amfibiya avtomobil söz birləşmələrində isə bu, belə deyək ki, bunlar yəni cansız varlıqlardır. Elə deyilmi? Ona görə biz bunları biz məcazi mənada işlədə bilərik. Yəni hər üçünü məcazi verə bilərik. Və bu izahını da verib. Aydındır. Keçirik E variantına. Sizcə müəllif nə üçün baş qəhrəmanı ixtiyamdır adlandırıb? Baş qəhrəman da, əsərin baş qəhrəmanına bu əsərdə yəni ixtiyamdır deyilir. Onun adlanma səbəbini biz necə izah edə bilərik? Yəni ixtiyamdır əsərdən bizə məlum olur ki, balıq adam deməkdir. Yəni həm balığın, həm də insanın xüsusiyyətini daşıyan elə ixtiyamdır adlanır. Aydınmı? Keçək növbəti tapşırığımıza. Nə anladıq mətndən? Mətnin məzmununa aid suallara cavab versək, bunu siz özü tapa bilərsiniz, əziz şagirdlər. Hamısını mən hazır demək istəmirəm. Amma bir neçəsini sizə mən deyəcəm bunlardan. Burada nə verib? Birinci sualda deyir ki, Doktor Salvator nə üçün heyvanlar üzərində təcrübələr aparırdı? Çünki tibb sahəsində yeni ideyaları sınaqdan keçirmək üçün heyvanlar üzərində bu cərrahi əməliyyat aparırdı. Elə deyilmi? Bunu demək olar. Doktor Salvator canlıların təkamülü prosesini necə izah edir? Fikirləşir ki, təkamül prosesində böyük inkişaf yolu keçmiş insan suda yaşamaq qabiliyyətini itirib. Düzdürmü? Yəni, quruda yaşayan bütün heyvanlar, quşlar su heyvanlarından əmələ gəlib. Sonralar onlardan bəziləri yenidən suya qayıdıb. Məsələn, delfin balıq idi, quruya çıxıb məməli heyvan olur. Lakin yenidən suya qayıdır. İndi balinə kimi o da məməlidir, ciyərləri ilə nəfəs alır. İnsan da belə ola bilər. Digər suala siz
Düşünürəm ki, cavab verə bilərsiniz. Amfibiya meymunun ixtiyandırla müqayisədə hansı üstünlüyü var? Doktor Salvator insanı necə görmək istəyir? Ekspertlər doktor Sal haqqında hansı nəticə gəlmişdilər? Əslində bu sualları, məsələn 5-in cavabı biraz əvvəl çıxıb demək olar. Bunları özü cavablandırın. Mətnə əsasən asandır. Hamısını mən deməyim. Mətnə və illüstrasiyaya əsasən ixtiyandırın xarici görünüşü. İllüstrasiya verilmişdi də burada, elə deyildi. Başlayaq. Bir də başlayın. Demək nə deyir? Bunun xarici görünüşünü biz necə verə bilərik? Əziz şagirdlər. Xarici görünüşü nə var? Bir dəqiqə. Bir dəqiqə. Xarici görünüşündə nə var? Burada, məsələn, arıqdır, uzun boyludur. Əlləri qurbağa əllərinə oxşuyur. Ayaqları, nə bilim, balığın quyruğuna oxşuyur. Tünd yaşıl rəngli dərisi var. Gözləri bağlıdır. Yəni, bu əlamətlər hamısı burada vardır, elə deyilmi? Baxa bilərik də, məsələn, da var. Gözləri bağlıdır. Düzdürmü? Sonra arıq və uzun boyludur. Təxmin eləmək olar da. Sonra başqa nə demək olar? Biraz əvvəl dedik. Əlləri qurbağa əlinə oxşuyur. Ayaqları balıq quyruğuna oxşuyur. Elə deyilmi? Sonra tünd yaşıl rənglərdir və s. Vermək olar. Davam edirik növbəti tapşırıqla. Əziz altıncılar, kanalımıza abunə olursunuz və paylaşırsınız. Növbəti. Deyir ki, düşün və cavab ver. Doktor Salvatora qarşı hansı ittiham irəli sürmüşdü? Yəni, hansı ona qarşı bir ittiham, iddia olunurdu? Belə deyək də, din xadimləri deyirdi ki, Salvatoru təbiətin qanunlarına qarşı çıxmaqda ittiham edirdi. Onun cərrahi əməliyyatla kimsəsiz bir adamı amfibiya çevirməsini insanlara qarşı cinayət hesab edirlər. Yəni, belə deyək, professor özünü müdafiə eləmək üçün hansı arqument, hansı faktları göstərir? Bu faktlara göstərir ki, deyir ki, insan bədəni mükəmməl deyil, onun düzəlişə ehtiyacı var, bu vaxt cərrahi müdaxilələr artıq vacibdir. Məhkəmə zalında olan, yəni yepiskop və prokurorun üzərində apardığı cərrahi əməliyyatları nümunə götürərək onlara nümunə gətirir və onlara kömək etdiyini bildirir. Və növbəti tapşırığımız. Doktor Salvator ixtiyandırın amfibiya adamdan balıq adama çevrilməsini necə izah edir? Mətndə də bizə təqdim olunub ki, ixtiyandır 3-4 gündən çox suda yaşaya bilməz. Ciyərləri yorulur, qəlsəmələri quruyur. Doktor Salvatorun qoyduğu rejimi pozmuş, havada çox qalaraq ciyərlərini yorub. Artıq ciyərləri öz funksiyasını yerinə yetirə bilmədiyinə görə vaxtının çoxunu gərək suda keçirsin ki, qəlsəmələri ilə də nəfəs ala bilsin. Bu deməkdir ki, ixtiyandır artıq suda çox qaldığına görə nə olacaq? Balıq adama çevriləcək. Bu tapşırıqlarda maşallah 6-cı sinif şagirdlər üçün bu qədər çox tapşırıq verməkdir, nə qədər məntiqə uyğundur. Yəni şagird özü yorula bilər. Bu qədər çox olur əslində tapşırıqlar. Və professor məhkəmədəki çıxışında okean sularının tükənməz enerji mənbəyi olduğunu bildirir. Sizcə okeandakı su axınları və dalğaların gücündən enerji almaq məqsədi ilə istifadə etmək mümkündürmü? Fərziyyə, yəni öz fikirlərimizi söyləyək. Belə deyək də, professor məhkəmədəki çıxışında okean sularının tükənməz enerji mənbəyi olduğunu bildirir. Bu enerji mənbəyinə istifadə əsərin yazıldığı dövrdə mümkün olmasa belə, son illər dalğa enerjisindən istifadə olunmağa başlayır. Dalğa enerjisi nədir uşaqlar? Küləyin okean və dənizlərin səthində xüsusi turbinlər vasitəsilə elektrik enerjisinə çevrilməsidir. Yəni, bu növdən, məsələn, dəniz və okeanlara çıxış olan ölkələrdə geniş istifadə olunur. Keçirik tapşırığına. Amfibiya adam əsərinin elmi, fantastik əsər olduğunu neyək? Sübut eləyək.
Bu əsər elmi fantastik əsərdir. Ona görə ki, tip sahəsi ilə bağlı yeni ideyalar, fikirlər irəli sürülür bu əsərdə. Müəllif yeni ideyalarını elmi müddəalarla, elmi faktlar, fikirlərlə əsaslandırmağa çalışır və bu baxımdan da əsərdə tip sahəsinə, təbiət elminə aid xeyli termin sözlərə biz rast gəlirik. E variantı tapışına baxırıq. Deyir ki, elmi fantastik əsərlərin bədii və elmi əsərlərlə oxşar cəhəti nə ola bilər, fərqli cəhəti nə ola bilər. Yəni, elmi fantastik əsərlərin bədii əsərlə və ya elmi əsərlə oxşar cəhəti nədir, fərqli cəhəti nədir? Biz belə fikirlər irəli sürə bilərik ki, bədii əsərin süjet və kompozisiyası olur. Yəni, süjet nədir? Hər hansı bir hadisənin əvvəli və ya sonu varsa, bu süjetdir. Kompozisiya nədir? Yəni, tərtibat, qurulma deməkdir. Yəni, hadisələr arasındakı bir məna yaxınlığı, uyğunluğu deyək, bir qurulma deyək. Və bir də bədii əsərin əsas məqsədi nədir? Biz oxucunu təsvir olunan hadisələr və insan taleyi barədə düşündürmək, ona təsir eləmək, onu duyğulandırmaqdır. Elmi əsərin məqsədi alimləri, mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaqdır. Və elmi fantastik əsərlərdə isə müəllif yeni ideyalarını bədii şəkildə biz oxucuya çatdırır, həmçinin gələcəkdə baş verən texnoloji yenilikləri elmi müddəalarla əsaslandırmağa, sübut eləməyə çalışır. Keçirik yazı tapış hissəsinə. Verilmiş plan əsasında hekayə qurub yazırsınız. Əziz şagirdlər, bunu da düşünürəm ki, siz verilmiş faktlardan çıxış eləyərək siz yaza bilərsiniz. Yəni, plan, daha doğrusu plan qurmaqda, mətnin planını qurmaq. Düşünürəm ki, biz bunu yaza bilərik. Yəni, çətin bir iş deyil. Sadəcə bizə, belə deyək ki, təqdim olunub mətndə nə təqdim olunub? Planları verib bizə, planları verib, 3 dənə plan verib və həmin planlar əsasında siz kiçik bir hekayə quracaqsınız. Yəni, burada nə var? Zaman, məkan, obrazları mətndən müəyyənləşdirin. Yəni, sonra plan əsasında müəyyənləşdirilmiş ideya doğru hadisələri ardıcıl şəkildə edəcəksiniz, təsvir edəcəksiniz və bunu genişləndirib bir kiçik hekayə quracaqsınız. Qruplarla işi, yəni bu sinifdə görüləcək işdir. İşləyə bilərəm. Yəni bu, belə deyək, dərs prosesində olan bir işdir. Və keçirik dil qaydalarına hal şəkilçisi qəbul etməyən isimlər. Bizə deyir ki, ismin adlıq halı, qeyri-müəyyən yəlik halı, qeyri-müəyyən təsdiq halının xüsusi şəkilçisi yoxdur. Əslində baxanda bunların hər üçünün ortaq şəkilçisi nə şəkilçisidir? Yəni, adlıq hal nə sualına cavab verə bilər? Qeyri-müəyyən yəlik halda nə sualına cavab verir? Qeyri-müəyyən təsirlik hal. Bəs necə fərqləndiririk? Bunlarda nümunələrə baxmalıyıq, kontekstə. Adlıq halda olan söz cümlədə subyekti bildirir. Yəni, hərəkətin icraçısını bildirir. Məsələn, idmançı qızıl medal qazandı. Qazandı. Kim? İdmançı. Kim sualına cavab verir və hərəkətin icraçısı kimdir? İdmançıdır. Qeyri-müəyyən təsirlik halda işlənən söz obyektdir. Məsələn, o kitab oxuyur. Deyirəm, nə oxuyur? Yəni, obyekt nədir? Üzərində iş görülən nədir? Kitabdır. Əslində, burada mən nəyi, kitabı deyə bilərəm. Yəni, bu təsirlik halda olduğunu sübut edə bilərəm. Onun şəkilçisini artırmaqla, təsirlik halının şəkilçisini artırmaqla. O kitab oxuyur, nə oxuyur? Kitabı, nəyi? Həm nə sualına cavab verdi, həm obyekt bildirdi, üzərində iş görüləndir. Və bir də təsirlik halının şəkilçisini artırmaqla sübut edə bilərsiniz. Qeyri-müəyyən yəlik hal bu ismi birləşmənin birinci tərəfində olur. Məsələn, dəniz havası yəlik dedi də. Qeyri-müəyyən də olsa, yəlik halının bir növüdür. Hə, yəlik halının şəkilçisi hansıdır? N üstü 4-dür. Dəniz havası həmin sözə in artırın. Dənizin havası. Yəlik halının şəkilçisini artırmaqla sübut elədik ki, bu da qeyri-müəyyən yəlik haldadır. Və burada görürsünüz, burada verib qeyri-müəyyən yəlik və təsdiq halda işlənən sözlərə çox vaxt müvafiq hal şəkilçiləri artırmaq da mümkündür. Bulaq suyu, bulağın suyu. Uşaq süd içir, südü içir deyə bilərsiniz. Keçək birinci tapşırığımıza. Fərqləndirilmiş sözlər ismin hansı halında işlənib? Qürbət görünməyən adam vətən qədrini. Vətəni, i artıra bilərəm. Vətəni qədrini olar, olmaz. Vətənin olsun, yəlik al. Sonra bu oldu qeyri-müəyyən yəlik. Vətən borcu deyil, biz borcu. Vətən, məsələn, bizə borclu deyil, biz vətənə borcluyuq.
Burada mən nə i artıra bilirəm, nə in artıra bilirəm. Bu adlı haldadır. B. Biz vətən seçmirik, biz vətəni seçmirik. Bu da təsirlik halda olur. Keçirik növbəti tapşırığımıza. Altından xətt çəkmiş sözlər ismin hansı hallarındadır? Kitab bilik mənbəyidir. Kitab nə adlı halda? Bilik mənbəyi biliyin mənbəyi olduğu yiyəlik halda. İnşaatçılar burada körpü tikirlər. Körpünlüyün olmaz ki, körpünlüyü ü şəkilçisi. Təsirlik halda. Uşaqlığın xatirələri düşünmək olar. Yiyəlik halda. Zəng səsi məni yuxudan oyadır. Zəngin səsi. Yiyəlik halda. Usta maşın təmir edir. Kim usta adlı hal? Maşını təmir edir. Təsirlik hal. Qala divarları qədimdir. Qalanın divarları. Bu da yiyəlik haldadır. Hansı söz birləşmələrinin birinci tərəfinə yiyəlik hal şəkilçisi əlavə eləmək olar? Qış fəsli, qışın fəsli demək olmur. Təsəvvür eləmək olur ki, yiyəlik haldadır. Yəni təsəvvür eləmək olur. Bəli, yiyəlik haldadır, amma şəkilçisini artırmaq olmadı. Valideyn qayğısı, valideynin qayğısı. Bir uşağın üzərində valideynin qayğısı olmalıdır. Artırmaq oldu. Meyvə şirəsi, meyvənin şirəsi. Artırmaq oldu. İstirahat günü, istirahatin günü təsəvvür eləmək olur, amma artırmaq olmadı. Olmadı. Kitab üzü, kitabın üzü. Oldu. Rəsm əsəri, rəsmin əsəri olmadı. Cümlələrdə keçirik C-yə. Qeyri-müəyyən təsirlik halda ismi müəyyən edin. Həmin ismin əvəzinə o, bu işarə vəzişlərindən birini artırıb cümlənin yerinə yazaq. Bu zaman hansı dəyişiklik baş verir? Hə, qeyri-müəyyən təsirlik halda olan ismi tapaq. Gülay kitabxanadan kitab aldı, kitabı aldı. Əsasən bu təsirlik halda sözlər feildən əvvəl gəlir də. Kitab müəyyənləşdirdik. İndi həmin ismin əvvəlinə onu artıraq. Gülay kitabxanadan o kitabı aldı. Ya bu kitabı aldı. Nə baş verdi? Heç nə. Baş verən nə oldu? Əvvəl yenə də bayaq söz qeyri-müəyyən təsirlikdə idi. İndi o sözünü artıran kimi müəyyən təsirlik alan şəkilçisi öz yerini aldı. Demək, təsirlik alan şəkilçisini artırmağa ehtiyac duyuldu. Polad yarışda medal qazanıb, medalı qazanıb. Müəyyənləşdirirsən ki, təsirlik halda budur. İndi bu artıraq. Polad yarışda bu medalı qazandı. Görürsünüz? Və ya o medalı artıran, o sözü bu sözünü artıranda bu təsirlik alan şəkilçisi öz yerini alır. Biz xalça toxuyuruq, xalçanı toxuyuruq. Biz bu xalça deyə bilmərik ki, bu xalçanı və ya o xalçanı. Bunu artıranda təsirlik alan şəkilçisi öz yerini alır. Qeyri-müəyyən təsirlik halda olan ismi cümlənin əvvəlində işlədin. Bu zaman hansı dəyişiklik baş verir? Qeyri-müəyyən təsirlik halda. Aygün dostuna məktub yazır. İndi deyirəm ki, məktub sözünü gətirirəm cümlənin əvvəlinə. Nə olur? Bu da burada verib. Məktubu Aygün dostuna yazır. Hələ nümunə ilə başlayaq. Burada təsirlik haldadır. Məktub yazır, məktubu yazır. Bu qeyri-müəyyən təsirlikdir. Düzdür? Burada isə müəyyən təsirliyə çevrilib. Demək, neynədir? Qeyri-müəyyən təsirlik halda sözü feilin yanından uzaqlaşdıranda o müəyyən təsirliyə çevrilir. Yenə təsirlik halda qalır, amma müəyyən təsirliyə çevrilir. Yəni, şəkilçisini artırmaq olur. Nənəm nağıl danışır. Nağıllı nənəm danışır. Nağıllı. Demək, müəyyən təsirliyə çevrildi. Şəkilçisini artırdıq. Səbətdən alma götürdüm. Almanı səbətdən götürdüm. Görürsünüz, əvvələ gəlində şəkilçisini bərpa edirsiniz. Kombayn taxıl biçir. Taxılı kombayn biçir. Deyir, əvvəlki iki tapşırıqdan çıxış eləyərək qeyri-müəyyən təsirlik halda olan isimlə adlıq halda olan ismi fərqləndirmək üçün qaydalar tərtib eləyək. Qeyri-müəyyən təsirlik hal əsasən harda işlənib? Demək, feilin əvvəlində işlənir. Ona təsirlik alan şəkilçisi S4-ü artırmaq olur. Düzdür. Əvvəlki iki tapşırıqdan çıxış eləyərək və bu tapşırıqlarda. Görürsünüz, burada feilin yanında işlənir. Buna şəkilçisi artırmaq olur. Sonra onu növbəti birini deyə bilərsiniz. Cümlənin əvvəlinə gətirəndə təsirlik alan şəkilçisi özü bərpa olunmalıdır. Və bu qədər, əziz şagirdlər.